Və bayaq anonsda bir mövzu ilə bağlı qısa məlumat vermişdi. İndi birazdan daha ətraflı formada təqdim edəcəyik. Söhbət ondan gedir ki, sosial şəbəkələrdə tanınaraq müəllimlik edən Azər İsmayılovdan valideynlər şikayətçidirlər. Bir qrup valideyn ARB televiziyasına müraciət edərək Azər İsmayılovun onları aldatdığını deyir. Deyirlər ki, ona ingilis dilini öyrənmək üçün pul ödəyiblər, amma kurs yoxdur ortada. İndi nə dərs var, nə də zərər çəkənlərin pulları qaytarılır. Baxın. Geçenlerine başladım. Niye bu kazandı? Sosial şəbəkələr üzərində məşhurluq qazanıb fenomenə çevrilən Azər İsmayılov özünü ingilis dili müəllimi kimi təqdim edərək tələbə cəlb edir. Amma sonra onları müxtəlif bəhanələrlə yola verir. Sonuncu dəfə valideynlərə dərs keçməmək üçün xəstə olduğunu deyib. Əvvəlcə elə biz də özümüzü tələbə kimi qələmə verdik. Valideynlərə dediyi sözləri bizə də dedi. Sizdə bütün dərslər onlayndır. Hal-hazırda səhhətimlə bağlı bəli. Nömrəmizi qeyd edirəm. Çünki hal-hazırda az yaşlı tələbələr üçün də, yəni qrup dərslərinin qeydiyyatı var bildiyim qədərilə. Bir də onu tam dəqiqləşdirib sizin nömrəmizi qeyd edirəm ki, dönüş edərəm. Bu dəfə də Azər İsmayılov vədinə xilaf çıxdı. Nə qədər gözləsək də bizə məlumat göndərmədi. Vətəndaşlar ayrı-ayrılıqda 147, 150, 200 manat ödəniş ediblər. Ödənişi 10 sentyabrda ödəmişəm. Arzu İsmayılova adında adamın adını olub, kart deyilənə görə anasıdır. 147 manat ödəmişəm və ondan bu tərəfə, bugünkü günə qədər mən ödənişimi ala bilmirəm. Nə qrafik ala bilirəm ki, uşağım dərsə getsin, nə də ki, yəni zənglərimə cavab vermir. Bloka atıbdır hər yerdən. 2024-cü ilin dekabr ayında bu şəxsi mən sosial şəbəkədən görmüşdüm və müraciət etmişdim. Birbaşa özü mənimlə kontakta keçdi, danışdı və məndən ödənişi aldı. Yanvar ayının 5-dənsə dərslərə başlayacağını demişdi. Bir müddət keçdikdən sonra bu şəxsin anası mənə WhatsApp-da səs yazılarından geri dönüş elədi. Oğlunun xəstə olduğunu, əməliyyatda olduğunu, ayağından əməliyyat olunduğunu və telefona baxa bilmədiyini, ümumiyyətcə heç bir şeyə baxa bilmədiyini dedi. Yer olaraq mən tapa bilməmişəm. Özündən də soruşsam da deməyib, başqalarından da desəm, hal-hazırda heç bir yerdə yoxdur və tapa bilmirik. Məsələ bununla da bitmir. Zərər çəkənlər Azər İsmayılovla əlaqə saxlayıb ünvan öyrənmək istədikləri də boşa çıxıb. Hər kəsə ayrı-ayrı ünvanlar deyilib. Həmin ünvanlarda isə kursun fəaliyyət göstərmədiyi məlum olub. Ayla Həsənova isə Azər İsmayılovun başqa bir dələduzluğu ilə qarşılaşıb. Yoldaşımın xalası qızı bunun yanına hazırlığa gedib. Yoldaşımın xalası qızının 14 yaşı var. 14 yaşlı uşağın əlinə verib ki, telefonu ki, bəs mənə şeylər gəlir, SMS-lər gəlir, onlara cavab verginə. Yəni qrafik tərtibatı üçün ki, mənim qrafikimi tərtib eləginə. Üstündən 10-15 gün keçəndən sonra qıza qayıdıb deməyə ki, bəs hamısı sənin üstündədir, sənə görə insanlar məndən pulunu tələb eləyir. Elə belə yoldaşıma gəlib deyib xalası qızı. Yoldaşımı da necə inandırıbsa, pulları yoldaşımla xalası qızı xərcləyib. Bunları ödətdirib bu pulu. Yoldaşımdan 6700 manat pul alıb. Məsələyə aydınlıq gətirmək üçün Azər İsmayılovla əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Zərər çəkənlər artıq məlum məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumis Rəfilli bildirdi ki, həmin şəxs tərəfindən bir neçə vətəndaşın hüquqa zidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı ərazi polis orqanlarına müraciətlər daxil olub. Həmin müraciətlər əsasında prosesual araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək.